Belə bir sualın izahına baxaq. Deyir ki, 12 üstünə gəlsin bu ifadə nəyə bərabərdir? 16-ya bərabərdir. Burada ediləcək ən böyük səhvlərdən biri burada aşağıda ortaq məxrəc eləməkdir. Sonra onu yuxarı qaldırmalı, sonra bir də ortaq məxrəc edib tənlik əldə etməkdir. Bu çox uzun çəkəcək. Hətta işarə səhv falan eləsən heç cavabı almaya da bilərsən. Onun yerine daha məntiqi bir gediş eləmək olar ki, baxın, 12-nin üstünə nəyə gələndə 16 edir? 4-dür. Deməli bax bu ifadə nəyə bərabər imiş? 4-ə bərabər imiş də. 4-ə bərabərdir. Yaxşı 16-nı nəyə böləndə 4 alınır? Bu ifadə. Bu ifadə deməli 4. 16-nı 4-ə böləndə 4 alınır da. Deməli bu ifadə 4 imiş. Hə, yenə fikirləşirəm. 2-nin üstünə nəyi gələndə 4 alınır? 2-ni. Deməli nədir? Bu ifadədə nəyə bərabər imiş? Bu ifadədə 2-yə bərabər imiş. Yaxşı 12-ni nəyə böləndə 2 alınır? Hə, öcə yazın. 1 üstünə gəlsin, 10 bölünsün, x çıxılsın 1. Nəyə bərabərdir? Bax 12 nəyə bölündü? 2 alınır. 6-ya bərabərdir. Yəni həmin bu ifadə 6-ya bərabərdir. 6 1-i o tərəfə atanda 10 bölünsün x çıxılsın 1 nəyə bərabərdir? 5-ə bərabərdir. Çarpaz buranda 10 bərabərdir. 5x çıxılsın 5-ə. 5x nəyə bərabərdir? Burada 15-ə bərabərdir. X nəyə bərabərdir? 3-ə bərabərdir. Cavab olur nə? A variantı. Bu imtahana düşər düşməz bilmirəm, amma bu tip biz imtahan ilimdə bu tip çox sual işləmişdim və ən azından məntiqimi açdığını düşünürəm bu tip sualların. Yəni bu tip bir sual imtahana düşməsə belə, ən azından baxış bucağınızı dəyişəcəyi üçün çox sualda qarşınıza müsbət tərəfdən çıxa bilər məncə.